Cəmi 5 manata limitsiz çay, kofe, şirniyyat, qazlı içki, popkorn verilən, eyni zamanda müxtəlif tipli kabinetləri və 50-dən çox oyun olan bir məkandayam. Daha ətraflı desək, burada maraqlı oyunlar oynaya bilərsiniz, hansı ki bu oyunlar yalnız antidepresan antikafedədir. Məkan olduqca genişdir, ümumi zalı, terası və kabinetləri var. Burada hətta projektorlu geniş sinema otağı da fəaliyyət göstərir. Terasda və ümumi zalda qəşəng fotosessiyalar da eləyə bilərsiniz. Məkan özü retro tiplidir, olduqca nostalji hisslər yaşamaq mümkündür. Deyərdim ki, hər güşəsi çox maraqlı tərtib olunub. Bəs məkana kimlər gələ bilər? Məkan ailəvidir, dost qrupları, tələbə yoldaşları, rəfiqə və ya sevgilinizlə. Eləcə də valideynləriniz ilə məkana gələrək anın dadını çıxarın. Və əsas olaraq da onda vurğulayım ki, 2 nəfərdən çox oğlan qrupuna zalda əyləşməyə icazə yoxdur. Burada o qədər maraqlı oyunlar var idi ki, hətta qızlar domino da oynaya bilər. Popkorn aparatı ilə popkorn partladıb, ümumi mətbəxdən istənilən təyyamdan götürüb, vaxtınızı əyləncəli etmək üçün sadəcə və sadəcə 28 may metrosunun düz yaxınlığında yerləşən bu antidepresan antikafeyə gəlməyiniz kifayətdir.